Qeyri-işlək kreditlərdəki artım və kredit borclarının silinməsi ilə bağlı bu və digər vacib iqtisadi mövzuları izləmək üçün videonu bəyənin və kanala abunə olun. Bu ilin yarısında Azərbaycan bankları 56,6 milyon manat kredit borcunu silib. Bunlar qeyri-işlək kreditlərdir. Bakupost AS xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Silinmələrin 61,1%, 34,6 milyon manatı istehlak kreditləri üzrə, 38,9%, 22 milyon manat isə biznes kreditləri üzrə olub. Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun qeyri-işlək kredit portfeli 787 milyon manat təşkil edib. Bu, yanvarın 1-nə nisbətən 20,1% və yaxud 132 milyon manat çoxdur. Yanvar-iyun aylarında qeyri-işlək kredit portfelindəki artımı 75 milyon manatı istehlak kreditlərinin, 56 milyon manatı biznes kreditlərinin, 1 milyon manatı isə ipoteka kreditlərinin hesabına baş verir. Beləliklə, hazırda istehlak kreditlərinin 321 milyon manatı 30% çox, biznes kreditlərinin 431 milyon manatı 14,9% çox, ipoteka kreditlərinin isə 35 milyon manatı 3,5% çox qeyri-işləkdir. Məncə, təqdim olunan rəqəmlər bank sektorunda risklərin artmaqda olduğunu açıq şəkildə göstərir. Xüsusilə istehlak kreditləri üzrə qeyri-işlək kreditlərin həm silinmələrdə, həm də ümumi artımda əsas paya malik olması əhalinin borc yükünün ağırlaşdığını və gəlir imkanlarının kredit öhdəliklərini tam qarşılamağa kifayət etmədiyini göstərir. Biznes kreditlərində də qeyri-işlək portfelin artması sahibkarlıq subyektlərinin maliyyə dayanıqlığı ilə bağlı problemlərin davam etdiyini deməyə əsas verir. Bu isə iqtisadi fəallığa və yeni investisiyalara mənfi təsir göstərə bilər. Bundan əlavə, qeyri-işlək kreditlərin artımı bank sektorunda faiz dərəcələrinin gələcəkdə daha da yüksəlməsinə səbəb ola bilər. Çünki banklar riskləri kompensasiya etmək üçün yeni kreditlərdə şərtləri sərtləşdirir. Bu da həm əhali, həm də biznes üçün maliyyə resurslarına çıxışı çətinləşdirir. Nəticədə kreditləşmə zəifləyir və iqtisadi dövriyyə ləngiyir. Digər tərəfdən, istehlak kreditlərinin bu qədər böyük paya sahib olması göstərir ki, kreditlər əsasən istehsal və ya dəyər yaradan sahələrə deyil, gündəlik tələbatın ödənilməsinə yönəlir. Bu isə uzunmüddətli perspektivdə iqtisadi artıma ciddi töhfə vermir və borclanma problemini daha da dərinləşdirir. Düşünürəm ki, vəziyyətin yaxşılaşdırılması üçün maliyyə savadlılığının artırılması, kreditlərin verilməsində borc alanın real ödəmə qabiliyyətinin daha ciddi qiymətləndirilməsi və biznes kreditləri üzrə dövlət dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir. Əks halda, qeyri-işlək kreditlərin artımı həm banklar, həm də ümumi iqtisadiyyat üçün davamlı risk mənbəyi olaraq qalacaq.